Bu nedir? Blogerların videosunda hal-hazırda trenddə olan bu Ozmo manifest postunu gördük. Dedik biz də çəkək. Niyə də yox? Görən 2026'da biz kim olacağıq? Bəli. Yox, 2026-da bizi nələr gözləyir? Bəli, 2026'da bizi nələr gözləyir? Gəlin baxaq. Yerdə çaq. Ay səbirsizlənirəm. Birini sən açsan mən. Yox, birinci sən, mən. Bir də Davay. açdım. Aha. Bu nədir? Bu nədir? Biz mən də bir qəribə. Nasıl bir ne to diye bu? Bu deyəsə uşaqdır. Uşaq. Həqiqi uşaqdır. Yox, uşaqda baba. Sən bir qərarlaşdırdın o nədir? A few moments later. Mənə sarı oğlan düşür uşaqlar. Demək Gözlə. ki, sarı gədə oğlan. Belə bir dənə bir şey var. Mənə belə bir şey çıxdı. Belə kosmonavtdır. Məncə uçacam harasa. Elə hiss eləyirəm. Bəs sizcə məndə nə baş verəcək? Bu sarı kişi kimdir belə? Daydayın olan. Yox, sizcə yorumlarda gözləyirəm. Bu Ər tapacaqsın. yəqin sonra ər tapacağam. Mən sarı hoşlanmıram ağa. Bugün bu ilərə gedirsən. Bu belə sarı oğlanla tanış olsam. Az oğlandı bu. Daydaydı biraz. Bu mən sarı sevmirəm. O üzüydü də barmaqla. Bu da həm tapdım. Bu mənasızdır. Bunu boş-boşuna qoyublar. Nəysə. Bu mənim üzüyümdür. Bu razmerimi tutuzdura bilməyiblər deyəsən. Çəçələ barmaq özü boydan şeydir, düz alıb. Özü boyda alıb. Bu da bura kimi. Nəysə uşaqlar. Bu kişi ilə bu ilə görək başımıza nə gəlir. Mən elə hiss eləyirəm ki, mən Uçacaq. ümumiyyətlə bu il uçmaq istəyirəm. Məncə bir sənin olacaq. Bu kosmonavtla bu sarı kişi tanış olacaq. Sonra uçacaqlar bir. Ben bu kişiyle yaşamışım. Nərminə bu illəri səyahət eləyəcək. İnşallah, inşallah. Bəs görəsən mən nə edəcəm? Ərə gedəcəksən də daha. İstəmirəm ərə getməyi. Bu nədir? Mənə sarıdır. Mən sarı sevmirəm.